Ramazan ayının mənası deyir, yandırmaqdır. Həm piylərvi yandırırsan, həm günahlarını yandırırsan. Biraz siz ətraflı... Ramazan o günah yandırmaq tərəfi var, düzdür. Çünki Ramazan bir dənə də belə bir izah veriblər ki, o qızılı ərsəyə gətirmək üçün o yandırırlar da, o lazım olmayan şeylər çıxır kənara, xalisi çıxır üzədə. Deyir, Ramazanda da bu xüsusiyyət var ki, gəlir insanı xalisləşdirir. Sanki onun lazım olmayan hissələr yanmağa başlayır, ənaniyyət yanır, nəfsaniyyət yanır, günahlar yanır. Get-gedə insanın qızıl özü üzə çıxmağa başlayır, qızıl tərəfi üzə çıxmağa başlayır, dərin tərəfi üzə çıxmağa başlayır, nəfəxtu fihi min ruhi tərəfi üzə çıxmağa başlayır, səmavi tərəfi, ərşi tərəfi bu şəkildə üzə çıxmağa başlayır. Allah şükür olsun belə bir nemətinə görə Allah həqiqətən sonsuz nemətləri. Yazır, salam aleykum, necəsiz? Ramazan ayının zikirləri və dualarından tövsiyəniz necə olardı? Ya Hüseyn adlı izləyicimiz. Ramazan ayının ən mühüm zikirlərindən biri istiğfardır. Tövbə eləməkdir. Tövbə çox mühüm mövzuların açarıdır, biləsiniz. Tövbə ümumiyyətlə insanın tohidə gedən yoludur. Quranda bir ayə var, deyir, fə'ələm ənəhu la ilahə illallah, la ilahə illə huvə və istəğfir li zənbik. İlk deyəcəyi Allahın sözü budur, fə'ələm. Bil ki, Allahdan başqa bir məbud yoxdur. Ondan sonra deyir, fəstəğfir li zənbik. Günahından istiğfar elə. Yəni, mühüm məsələlərdən biri insan bunu anlamalıdır ki, la ilahə illallah aləmə hakimdir, yaxşı. Və onu da anlamağın yolu istiğfardan keçir. İnsan öz nöqsanlarını bilməsə, özünün naqis olduğunu anlamasa, tohidi də ruhən başa düşə bilməz. Onun ən mühüm zikirlərdən biri əstəğfirullahdır. Əstəğfirullah zikrini eləməyi unutmayın. Çoxlu nə qədər istiğfarınız olsa, çox gözəl.